sayğac məsələsi də önəmlidir, bilmirəm mən. Sayğac məsələsi, bizə də yazırlar, bu dəqiqədə yazanlar var. Əslində biz bu mövzunu həqiqətən bağlantı edib kökünü araşdırmaq istəyirdik. Xüsusilə də bu kartla ödənişlərlə bağlı da çox şikayət var. Deyirlər ki, bizdən soruşmadılar, dəyişdilər sayğacı kartla. Pulu ödəyirik, 2 gün getmir ödədiyimiz pul. Hara çıxılır, niyə çıxılır, necə çıxılır bilmirlər də. Bir aydınlıq gətirin də, bir mütəxəssisinizi yenə də deyirəm, canlı efirdir, göndərin. Bəlkə bizim bilmədiyimiz tərəfləri var bu məsələnin. Bir izah eləsin bu cəmaata. Bu şikayət 1 deyil, 2 deyil ay qardaşlar. Bu qazın sayğacını cəmaat deyirdi ki, smart tipli olsun. Dedilər ki, yox, xaricdən alırıq sayğac, baha başa gəlir, ona görə biz mexaniki ilə keçirik. Cəmaatı eşidən olmadı, gətirdilər, mexanikiləri düzdülər. İndi cəmaat deyir ki, işığın pulunu biz smart istəmirik. Bahadır da smart sayğacları xaricdən almaq. İşığa niyə məcburi smart kart sayğac tətbiq eləyirsiniz? Mən başım çıxmır onda. Nə hesablayırsınız, nəyə güdürsünüz, nə inirsiniz, mən bilmirəm valla. Amma cəmaat bezib artıq.